Salam əziz şagirdlər, bugünkü dərsimiz 6-cı sinif Azərbaycan dili fənnindən mətn üzərində iş. Biz bugün ixtira və kəşflər adlı ikinci bölmənin mətnlərindən biri olan Qalley mətni keçəcəyik. Bugün biz mətnin motivasiya mərhələsi ilə, mətnin təqdimatı ilə və mətnin ideyası üzərində iş aparacağıq. Mətnə keçid almazdan əvvəl sizə bir şeir oxumaq istədim. Qaliley, ağ saçlı alim ixtiyar, ömürlük zindana salındın ki sən, belini bükdükcə zalım ruzigar, bəlkə əl çəkəsən dediklərindən. Sonra çıxardılar səni zindandan, gördün ki asiman alışıb yanır. Ölüm ayağında ey böyük insan, sən yenə dedin ki, yer yuvarlanır. Səməd Vurğunun şeiridir. Bu şeirdən hansı məlumatlar əldə etdiniz? Sizcə Qalley kim olub? Nə üçün onu zindana salıblar? Mətni oxumazdan əvvəl bu barədə müxtəlif fikirləriniz ola bilər. Qalley astronomiya ilə məşğul olmuşdur. Onun fikirləri din xadimlərinin xoşuna gəlməmişdir. Buna görə onu zindana salmışdılar. Zindandan çıxarandan sonra onu edam etmək istəyiblər. Ölüm ayağında olanda isə alim öz fikrindən dönməyib. O deyib ki, yer fırlanır. Gəlin mətninizə keçid alaq. Hələ qədim dövrlərdən Yunan alimi Qlavdiy Ptolemey elə hesab edirdi ki, yer kainatın mərkəzidir. Bütün planetlər onun başına dolanır. Və bu fikir din xadimlərinin də dünyanın yaranması haqqında təsəvvürlərinə uyğun gəldiyi üçün bu dini təsəvvürlər uzun müddət davam etmişdir. Lakin sonralar polyak alimi Kopernik sübut etdi ki, Günəş sisteminin bütün planetləri, eləcə də yer, Günəşin ətrafında fırlanır. Daha sonra Giordano Bruno da həmin fikri təsdiq etdi. Günəş yerin ətrafında deyil, yer Günəşin ətrafında fırlanır fikrini söylədi. Lakin onun bu fikirləri din xadimləri tərəfindən üsyan kimi qəbul olundu və Giordano Bruno 1600-cü ildə Romada kitabları ilə birlikdə tonqalda yandırdılar. Məhz belə bir dövrdə böyük bir fizik Galileo Galilei astronomiya ilə məşğul idi. Galilei qeyri-adi bir insan idi. O, kiçik görünən məsələlərdən böyük nəticə çıxarmağı bacarırdı. Məsələn, o saat kəfkirinin necə yerləndiyinə, üfüqi və maili müstəvi üzərində kürəciyin necə diyirləndiyini müşahidə edirdi. Və Galilei Hollandiyada müşahidə borusunun ixtira olunduğunu eşitdi və həmin borunu səmaya yönəltməklə müxtəlif fikirlər söylədi. Axı ruhanilər təlqin edirdilər ki, adamlar Allahın işinə nəzər salmamalıdır. Bütün bunlar nəticəsində Galilei teleskopu icad etdi. O ayda kraterlər gördü və o da təsdiq etdi ki, yer heç də kainatın mərkəzi deyilmiş. Hətta o gündüzlər şüşəni hissə verməklə Günəşə tamaşa edirdi. Günəşin üzərində ləkələrə baxırdı. Və nəhayət o, öz fikirlərini Ulduz Müjdəçisi adlı kitabında topladı və müasirlərini özünün kəşfləri haqqında xəbərdar etdi. O deyirdi ki, həqiqət kilsə kitablarında deyil, kainatdadır, təbiətin özündədir. Bütün bunlardan sonra alimi həbsxanaya salırlar, işgəncə ilə hədələyirlər. Bu zaman Galilei fikirləşir ki, o da digər Kopernikçilər kimi məhv olsa, bəs bu ideyaları insanlara kim çatdıracaq? 69 yaşlı Galilei 33 il əvvəl Giordano Brunoya ölüm hökmü oxunan yerdə diz üstə çökdü və ona verilən imtina mətnini təkrar etdi. Lakin belə bir məlumat var ki, məhkəmə bitdikdən sonra o dodağının altında deyirdi, onsuz da yer fırlanır. Və Galileyin ölümündən 350 il keçdikdən sonra kilsə səhv etdiyini boynuna aldı.